Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Su Kanal İdarəsinin müvafiq struktur və bölmələri tərəfindən icra olunan işlər çərçivəsində istismar müddətini bitirmiş magistral və şəbəkə xətləri yeniləri ilə əvəzlənir. Görülən işlər çərçivəsində Hövsan, hərbi dənizçilik və kənd əhmədli ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş xətlər dəyişdirilib. Hazırda isə mərkəzi su anbarından çıxan, diametri 500, 300, 150 mm-lik polad materiallı yeni inşa olunmuş magistral xətlərin mövcud su təchizatı şəbəkəsinə qoşulması istiqamətində işlər görülür. Bakı Su Kanal İdarəsinin müvafiq struktur və bölmələri tərəfindən 41 Şərq Mərkəzi Su Anbarı və Nasos stansiyasında Xətai rayonunun bir hissəsini içməli su ilə təmin edən, istismar müddətini bitirmiş, daşıyıcı və şəbəkə xətlərində yenidən qurma işləri aparılır. Aparılan yenidən qurma işləri abonentlərin xüsusən yay mövsümündə tələbata uyğun xətlərin yüklənməsinə, o cümlədən dayanıqlı, keyfiyyətli və fasiləsiz içməli su ilə təminatına xidmət edəcəkdir. Ərazidə aparılan yenidən qurma işləri 500 mm-lik, 300 mm-lik və 150 mm-lik daşıyıcı xətlər üzərində aparılır. Bildiyiniz kimi bu qeyd olunan xətlər uzun müddət istismarda olduğundan xətt üzərində tez-tez qəzalar baş verir. Baş verən qəzalar zamanı içməli suda fasilələr yaranır. Bu halların təkrar baş verməməsi üçün qeyd olunan xətlər yenisi ilə əvəzlənir. İşlər tam yekunlaşdıqdan sonra Məhəmməd Hadi küçəsi, Gəncə prospekti, Zığ şosesi, Ukrayna dairəsi ətrafında yaşayan 7600 ailə dayanıqlı, fasiləsiz və keyfiyyətli su ilə təmin ediləcək.